More risk, more return. Yəni daha çox risk, daha çox qayıdış, daha çox qazanc. Yəqin ki, bu ifadəni ən azı bir dəfə eşitmisiniz. Əslində bu ifadə biraz yanıldıcıdır. Burada nəzərdə tutulan more risk, more return bizə mütləq çox riskli yatırımdan çox qayıdışın gələcəyini demir. Sadəcə harda çox risk varsa, yatırım eləyəndə bizim gözləntimiz çoxalır. Bəli, ortada bir müsbət mütənasiblik var, düz mütənasiblik var ki, riski çox olan yatırımdan geri qayıdışın da ehtimalı yuxarıdır. Amma bu bizə %100 əmanət verməz ki, çox riskin çox da geri dönüşü olacaq. Və ümumiyyətcə qəbul etmək lazımdır ki, bazarda olan faizlər, geri dönüş faizləri həmin bazarın riskliliyini göstərir. Başqa sözlə, harası yatırım eləmək istəsəz, oradakı faiz dərəcələrinə baxın. Həmin faiz dərəcələri, təbii ki, başqa faktorlar da var. Faiz dərəcələri bazarın aşağı-yuxarı bütün risklərini özündə əhatə eləmiş olur. Çünki investorlar yatırım eləyəndə sanki oradan opportunity cost, yəni yatırımı edib də vaz keçdikləri digər yatırımların geri dönüşünü sizdən tələb edirlər. Qısacası, çox risk, çox geri dönüş yox, çox risk, çox geri dönüşün gözləntisi deməkdir.